Salam uşaqlar. Qarşıma riyaziyyatdan bir üsul çıxdı. İstədim bununla sizlərlə də bölüşüm. Bu üsul sizin intellektual biliyinizi və dünya görüşünüzün artmasına səbəb ola bilər. Deməli, riyaziyyatda xüsusi bir rəqəm var. O da 1089-dur. Gəlin bu rəqəmin necə işlədiyinə baxaq. Bir dənə 3 rəqəmli ədəd götürək. Misal üçün, mən götürürəm 492. Deməli, bu qaydalarla işləyir. Birinci qayda. Bu ədədi çevirməliyik. 492-ni çeviririk tərsinə. 294. İkinci qayda. 492-dən çıxırıq 294-ü. Hesablayaq. 492 çıx 294. 198. Üçüncü qayda. Bu rəqəmi çevirməliyik yenə. 198 çeviririk 891. Dördüncü qayda. 198-in üzərinə gəlirik 891-i. Yoxlayaq. 198 üstə gəl 891. Alınır 1089. Buna riyaziyyatda sehirli qayda deyirlər. Siz də yoxlayın, öz istədiyiniz rəqəmi qoyub yoxlayın bu üsulu. Kimdə necə alınırsa yorumlara yazsın.